Əleyhissalam buyurur ki, səbr elə. Allah özü bilər neyniyər. Bu təqva əlamətidir. Sənə bir zülm elədi kimsə, sən səbr elədin. İki hal olacaq da burada. Ya o adam ən ağır cəzaya layiqdir, səndən güclü olan Allah o zərbəni ona vuracaq. Ona həvalə elə. Zərbəyə layiqdirsə də sənin zərbən zəif olacaq. O bilir ki, hansı həddə olmalıdır, gücü də, qüdrəti də sonsuzdur. Ona həvalə elə. Şəxsi məsələlərdə deyir, çəkil kənara, özü ortaya qatma, mənə tapşır, mən bilirəm necə rəftar edəcəm. Sənin gücündə deyil ümumiyyətlə, öz sənə edilən zülmün intiqamını almaq kimdənsə, sənin gücündə deyil. Cəza da istəsən sən o adama, sənə pislik eləyən adama, o mənim gücümdədir, mənim hikmətimlə, mənim qüdrətimlə məsələ həll olunacaq. Sən özün ortaya girəndə bir nəticəyə çatmayacaqsan. Biz Allahın əl-ayağına dolaşırıq hərdən, belə deyək, məcazi deyək, imkan vermir Allah işini görsün. İnsan əslində Allahın iş görmə alətinə çevrilməlidir. Nəinki onun qüdrətinin qarşısında. Əlbəttə, insan mane ola bilməz, ona verilən azadlıqdan sui-istifadə edib aləmi